Ad günüm mübarek, sevincim, derdim. Bugüne en güzel duygumu verdim. Sözüm gül çiçeğiydi, yoluna serdim. Çiçek yaşındasan, yaşını deme. Biz bir evden iki şehit evindəyik, ailəsindəyik. Kamil balamızın bugün mövlududur, onun ocağına, onun işığına yığışmışıq. O kadar çətindir ki, bu ailə ilə tanış olmaq, bu ailə haqqında danışmaq. Yəni ki, biz bir dərdi daşıya bilmiriksə, iki övlad ağrısın, acısın daşımaq doğrudan da bir hünər lazım. Yəni elə bizim o övladlarımızın qəhrəmanlığı, yəni bu anaların qəhrəmanlığı da elə bu ağrıya, acıya sinə gəlməyimizin bir nümunəsidir ki, bəli, biz ana olaraq belə bir oğullar vətənə fəda eləmişik. Və bütün bunlara baxmayaraq, yenə də alnı açıq, necə deyim, üzü ağ, hər kəsin üzünə dik baxmağı bu oğlanlarımız, bu şəhidlərimiz bizə yaşatdı. Bəli, zəfərə gedən yol aprel döyüşlərindən başladı. Bu övladımız da bildiğim qədərlə o döyüşlərdə də iştirak edib.
sonra Vətən müharibəsi, sonra isə antiterror əməliyyatları zamanı ərazimizin bütövlüyü ilə yekunlaşdı. İnşallah ki, bir daha bu ağrı acı ölkəmizə, vətənimizə qismət olmaz. Allah Taala övladlarımızın ağırlığı qədər, sambalı qədər bütün şəhid analarına, yaxınlarına səbir versin. Sizə də ana, bizə Allahın verdiyi səbrin Allah Taala 2 qatını sizə versin. Allah səbir, dözüm versin. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Yerləri cənnət olsun. Bizim üçün nə qədər qürur vericidirsə, bir o qədər də biz həqiqətən də nə bilim, bu da ki, bu evdəki Şamil famil qardaşlarda bu ananın da dərdi 2 qat böyükdür. Nə qədər qürur vericidirsə, bir o qədər də böyükdür. Biz bugün yığışmışıq bu Aybəniz ananın yanına, evlatlarının əziz günüdür. Mən deyərdim ki, dəyişməyən, mövludunuz mübarək olsun şəhidlər. Allah anaya çox səbir, bizə verdiyi səbirdən 2 qat artığın Aybəniz anaya versin. Ona görə ki, çox ağır dərddir. Biz qazilərlə bir yerdə, Allah kömək olsun. Mən deyərdim ki, Allah şəhidlərimizin məqamını uca eləsin, məkanın cənnət eləsin, İmam Hüseynə qonaq eləsin. Allah Taala'dan arzum odur ki, qazilərimizə Allah can sağlığı versin. Doğrudan onlar bizim yanımızda olanda biz çox güclü oluruq. Allah dəyməsin. Allah bizi bax belə çəkib, işıqlandıranların da Allah canını sağ eləsin. Ömrünü uzun eləsin ki, hər vaxt bizim yanımızdadırlar. Anaları elə bilsən ki, o bir qürurdur. Anaları elə bilsən ki, bir köməkdir. Anaların elə bilsən ki, azca da olsa səbiridir. Allah köməyiniz olsun. Doğrudan bu ay ən ağır aydır. Həmi Ramazan aydır. Analarımızdan oruç tutanlarımız da var. Allah qəbul eləsin. Həmi bayram aylarıdır. Allah cəmi şəhid anaları ilə bir yerdə, qazilərlə bir yerdə, cəmi belə qanımızın və Azərbaycanın demək olar ki, bayramları mübarək olsun. Hər birisinin şəhidlərinə Allah məqamını uca eləsin, səbir versin, dözüm versin, qazilərimizin də Allah canını sağ eləsin. Qarabağ, Azərbaycan. İndi yatır şirin şirin məkanında, cənnətində. Ruhu göylərdən baxır, gözümüzdən qan yaş axır. Balası yaman darıxır, onun qəlbini dağlama. Evinin çırağı